Salam əziz müəllimlər və abituriyentlər. Bu günləri Müge Giriş kitabının üçbucaqlar mövzusuna aid test izahlarına baxacağıq. Başlayaq birinci sualdan. Birinci sualda bizə qeyd olunub ki, üçbucağın iki daxili bucağı verilib və ona aid olmayan üçüncü daxili bucağın xarici bucağı verilib. Bizə qayda var idi ki, iki daxili bucağın cəmi 2x çıx 10 üstəgəl x üstəgəl 5 bərabərdir. Üçüncü xarici bucağın qiymətinə 4x çıx 45-ə. Buradan da aydın olur ki, 3x çıx 5 bərabərdir 4x çıx 45-ə. X burada bərabərdir 40-a. Cavabımız elədir C variantı. Bizdən A bucağını soruşur. 2x çıx 10. 2 vur 40 çıx 10. 80-dən 10 çıxacaq 70. Cavab edir D variantı. Gəldik ikinci suala. İkinci sualda bizdən x-in qiymətini soruşur. X-in qiymətini tapmaq üçün biz bilirdik ki, düzbucaqlı üçbucaqda hipotenuza çəkilən hündürlük onun ayırdığı parçaların, hündürlüyün kvadratı ayırdığı parçaların hasilinə bərabərdir. Burada da o h-ın yerinə 10 yazsaq 100 bərabərdir 4 vurulsun x, x də bərabərdir 25-ə. Cavab eləyir Y variantı. Gəldik üçüncü suala. Daxili bucaqları 3, 5, 10 nisbətində olan üçbucağın ən böyük xarici bucağının dərəcə ölçüsünü soruşur. Biz buradan daxili bucaqları tapa bilərik də 3x, 5x, 10 ya da 3 alfa, 5 alfa, 10 alfa deyə bilərik. Eləyəcək 18 alfa bərabərdir 180-ə. Daxili bucaqların cəmi 180, alfa bərabərdir 10-a. Deməli, daxili bucaqları eləyir 30 dərəcə, 50 dərəcə, bir də 100 dərəcə. Aydındır. Sonra bizdən ən böyük xarici bucaq üçün ən böyük xarici bucaq ən kiçik daxili bucağın qonşu bucağıdır. 180-dən çıxacam 30-u edəcək 150 dərəcə. Cavabım elədir A bəndi. Gəldik dördüncü suala. Bizdə indi xarici bucaqları verib 7 alfa, 9 alfa, 8 alfa. Eləyəcək 24 alfa bərabərdir 180-ə. Buradan alfanı tapsaq, eləyəcək 15. Xarici bucaq 360-dır. Üzr istəyirəm. Alfa bərabərdir 15 dərəcə. Bizdən də ən kiçik xarici bucağı soruşur. Ən kiçik 7 olduğuna görə 7-ni vuracam 15-ə, eləyəcək 105 dərəcə. Cavab elədir D variantı. Gəldik 5-ci suala. Tərəfləri ardıcıl cüt natural ədədlər olan üçbucağın perimetri 36 dərəcə olarsa, birini x götürürük, birini x üstəgəl 2 götürürük, birini də x üstəgəl 4 götürürük. Cəm eləyir 36. Bunların cəmi 36 verir. Toplasaq eləyəcək 3x üstəgəlsin 6 bərabərdir 36-ya, x bərabərdir 10-a. X-i tapdıq. Ən kiçik tərəfinin uzunluğunu soruşur, ən kiçik tərəfi ilə 10-dur. Cavab eləyir A bəndi. 5-də A bəndidir. Gəldik 6-cı suala. Üçbucağın bir daxili bucağı digər iki daxili bucağının cəmindən 2 dəfə böyük olarsa, bu üçbucağın ən kiçik xarici bucağının dərəcə ölçüsünü tapın. Burada nə edəcəyik 6-da? Biri alfa üstəgəl betadır, o biri bundan 2 dəfə böyük, yəni 2 vurulsun alfa üstəgəl beta. Bərabərdir 180-ə. Burada alfa üstəgəl betanı tapsaq, bizə verəcək 60 dərəcə. Bizdə də xarici bucağı soruşuna görə 180-dən çıxacaq 60-ı, eləyəcək 120 dərəcə. Deməli, xarici bucaq 120 dərəcədir. B bəndi. Gəldik 7-ci suala. 7-ci sualda bizə deyir ki, tərəflərinin uzunluğu 4, 5, 6 nisbətində olan üçbucağın perimetri ən kiçik tərəfdən 22 cm böyük olarsa, biri 4x-dir, biri 5x-dir, biri 6x-dir. Bərabərdir perimetr. Perimetr bizdə nədir? Ən kiçik tərəf 4x deyil, 4x-dən 22 cm böyük deyir. Bunu həll etmək 4x-lər gedir, x bərabər 22-ni 11-ə verəcək, 2 eləyəcək. Bizə də ən böyük tərəfin uzunluğunu soruşur, 6-dır. 6-ını vuracaq 2-yə, eləyəcək 12 cm. Cavab elədir C variantı. Gəldik 8-ci suala. Katetləri 12 və 5 olan düzbucaqlı üçün perimetrini soruşur. Düzbucaqlı üçbucağı çəkirik. Katetləri 12 və 5-dir. Hipotenuzu tapmaq üçün nə edir? Hipotenuz bərabərdir. Katetləri kvadratı cəmi kökün altında. 12-nin kvadratı 144, bu da 25, 169 edir, kökdən 13 çıxır. Deməli, hipotenuz elədi 13. Perimetrdə tərəflərin cəmi deməkdir. Toplayacaq 12, 25, 30. Cavab eləyir A bəndi. Gəldik 9-cu suala. 9-da da katetləri 36, 48 olan hipotenuzu tapmaq üçün
36-nın kvadratı üstəgəl 48-in kvadratı bərabərdir. Çıxacaq bizdə 3600 eləyir. Bundan da bizə çıxır 60. Deməli, hipotenuzu elədi 60. Bizdən də elə hipotenuzu soruşur. Cavab eləyir B variantı. Gəldik 10-cu suala. Hipotenuzu böyük katetindən çəkdim. Hipotenuzu böyük katetindən 2. Kiçik katetindən 9 vahid böyük olan deyir. Hipotenuzu x götürsə, kiçik katetdən 2 çıxacaq, böyük katetdə 9 çıxacaq. Beləsinə, buradan hipotenuzun kvadratı bərabərdir katetləri kvadratının cəminə. Tənliyi həll etmək üçün olacaq x kvadratı, 2x kvadratı çıxılsın 18x, 4x, 22x, üstəgəl 81, 4, 93 eləyir. 81-dən 4, üzr istəyirəm, 81-in üstünə 4 85 eləyir. Bərabərdir x-in kvadratına. Buradan tənliyi həll etsək, olacaq x kvadratı çıx 22x, üstə gələk 85, bərabərdir 0. Tənliyin kökləri x bərabərdir 17-yə. O birisi mənfi qiymət alır, mənfi qiyməti götürməyəcək. 17. X-imiz 17. Perimetrini soruşur. Bura 17. Buradan 17-dən 9 çıxanda 8 eləyir. 17, 8, 25, üstündə 15 yana 40 eləyir. Cavab elədi C variantı. Gəldik 11-ci suala. 11-ci sualda x-in soruşur bizdən. Bizdə katetlərdir, düzbucaqlı üçbucaqdır. Katetlərdir, hipotenuzdur. Katetlərin kvadratı cəmi bizə bərabərdir hipotenuzun kvadratına. Burada necə həll edəcəyik? Yenə bayaqçı qayda ilə açaq. 4x-in kvadratı 16x kvadratı, burada 4x kvadratı eləyir bizdə neçə? 20x-in kvadratı çıxılsın 4x üstəgəl 1 bərabərdir. 25x-in kvadratı çıxılsın 20x üstəgələk 4. Buradan həll edəcəyik, tapacaq 5x kvadratı çıxılsın 16x üstəgələk 3 bərabərdir 0. Tənliyin kökləri biri 5-də 1-dir, biri 3-dür. Biz 3-ü götürəcəyik, 5-də 1 kənar kökü olacaq. X-in 3-dür. Bizdən də x-in ala biləcəyi qiymətləri soruşur. X-in ala biləcəyi qiymətlər 5-də 1 ödəmir, 3 ödəyir. Cavab eləyir A bəndi. Gəldik 12-ci suala. İki tərəfi 8-11 vahid uzunluqda olan üçbucağın 3-cü tərəfinin uzunluğunun tam qiymətlərinin sayını soruşur. Bir tərəf 8-dir, bir tərəf 11. O biri tərəfi tapmaq üçün biz nə edirdik? İki tərəfin cəmi o biri tərəflərin fərqinin moduna bərabərdir, 3-ə bərabərdir. 3 və 19 arasındakı qiymətlər alır. 19-dan 3 çıxacaq, eləyəcək 16, 1 çıxacaq, 15. Qayda var idi. Böyük ədəddən kiçik ədəd çıxıb 1 çıxırdıq. Eləyir 15 dənə, B variantı. Gəldik 13-cü suala. İki tərəfin uzunluğu. Biri 7-dir, biri 10-dur. O biri tərəfi tapmaq üçün nə edirdik? Yenə bayaqçı qaydana 17, fərqi də 3-ə bərabərdir. Bizdən perimetr soruşduğuna görə 17 neçə eləyir? 34. Fərq neçədir? 3-dür. 3-dən də 17 bizə nə verir? 20 verir. 20 ilə 34 arasındakı qiymət alacaq. O da bizdə B variantıdır. Gəldik 14-cü sualda həmən sual tipindədir. Bir tərəf 9, bir tərəf 13-dürsə, üçüncü tərəfi tapanda nə edirdik? Cəmi 22, fərqi 4. 4 ilə 22 arasında B variantı. Gəldik 15-ci suala. Bizdə deyir tərəf ABC və ADC üçbucağıdır. Tərəfləri verib AC-nin ala biləcəyi tam qiymətlərin sayını soruşur bizdən. Burada necə edəcəyik? Birinci ABC üçbucağından AC-ni tapacaq. 7 ilə 3-ün cəmi 10, 7 ilə 3-ün fərqi 4. Bir də AC-ni ADC üçbucağından tapacaq. 9 ilə 6-nın cəmi 15, 9 ilə 6-nın fərqi 3 verir bizə. Düzdür? Burada 3 ilə 15 arasında qiymət, burada 4 ilə 10 arasında qiymət. Ortaqları götürəcəyik. 3-dən, yəni 4-ü götürməyəcəyik. 5, 6, 7, 8 və 9 ödəyir bu şərti. Deməli, neçədən qiymət ala bilər? 5-dən qiymət ala bilər. Cavab eləyir A bəndi. Gəldik 16-cı suala. B bucağı itidir. D bucağı kordur. Tərəflər verilib AC-nin ala biləcəyi qiymətlər cəmini soruşur. Birinci ABC üçbucağında AC-yə baxaq. Buradan iti bucaqda olanda nə edirdik? Kökün altında 8-in kvadratı üstə gəl 4-ün kvadratı. Bu tərəfdə 8 çıx 4. Olacaq 4. Bu tərəfdə də olacaq kökdə 80. Deməli, buradan hansı qiymət ala bilər? Sonra keçək bu ADC üçbucağında tapaq bir dənə. ADC üçbucağında olacaq 5 ilə 3-ün cəmi 8. Bu tərəfdə kökün altında 5-in kvadratı üstə gəl 3-ün kvadratı.
AC-ni tapmaq üçün bizə verəcək 8, burada olacaq 34, kökdə 34. Hər iki şərti ödəyən 6 və 7-dir. 6 ilə 7-nin cəmi bizə verir 13. Cavab elədi D bəndi. Gəldik 17-ci suala. 17-ci sualda bizə deyir ki, tərəflərin uzunluğa nisbəti verilmişdir. Çorbucaqlı üçbucaq olması üçün bayaqki misaldakı kimi C-ni tapmaq üçün nə edirik? Bu ifadədən, bu qiymətdən A üstəgəl B, bu tərəfdə kökün altında A kvadrat üstəgəl B kvadratı. Bu şərt daxilində hesablayıb tapacaq. Bu şərt daxilində ödənən də 2 və 4-cü misallardır. Baxsaq görəcəyik, bax, 7 ilə 3-ü toplasaq 10 eləyəcək, 7 ilə 3-ün kvadratı 9, 58 eləyəcək. Kökdə 58 ilə onun arasında 5 yerləşir. Ona görə 2 ilə 4 ödəyir, 2 dənə cavab B variantı. 18-ci sualda da bu tipdədir. Özünüz yazarsınız. 19 da rahatdır. Onu da özünüz yazarsınız. Keçirik 20-ci suala. 20-ci sualda bizə nə deyir? İki daxili bucaqların cəmi bizə nə verirdi? Xarici bucağın cəmi verirdi. Düz deyil. 20 üstəgələk x üstəgələk 10 bərabərdir 100-ə. X burada eləyəcək 70. Cavabımız elədi D variantı. Gəldik 21-ci suala. 21-ci sualda bizə deyir ki, daxili bucaqların cəmi yenə xarici bucağı verəcək. 20 üstəgələk 2x çıx 10 üstəgəlsin x üstəgəl 40 bərabərdir 5x çıx 20-yə. Nə verir bizə? 3x üstəgəl 50 bərabərdir 5x çıx 20. 70 bərabərdir 2x-ə, x bərabərdir 35-ə. Bizdən də x-in qiymətini soruşur. Cavab edir 35 C variantı. Gəldik 22-ci suala. 22-ci sualda yenə daxili bucaqların cəmi xarici bucaqların cəminə bərabərdir. 40, 85, 50, x. Nə qədər eləyəcək? 90, 90, 85 gəlsək, 175 üstəgəl x bərabərdir xarici bucağın cəminə. 110 üstəgəl 120 eləyəcək 230. X da bərabərdir 230-dan 175 çıxsaq, cavab eləyəcək 55 dərəcə. Cavab elədik C variantı. Gəldik 23-cü suala. 23-cü sualda iki bucaqlarından biri pi bölü 8 10 düz bucaqlı üçbucaq. Düz bucaqlı üçbucaqda bilirik. 1 90 dərəcədir. 2 alfa üstəgəl beta da bizə 90 verir. Deməli, 90 verirsə pi bölü 2 deməkdir 90. Pi bölü 2-dən çıxacam pi bölü 8-i eləyəcək 8, 4-dən 3 pi. 3 pi bölü 8 cavab eləyir C bəndi. Gəldik 24-cü sual. 24-cü sualda birinci tapacaq daxili bucağın cəmini eləyəcək 180 çıxılsın 2x üstəgəl 20. O da eləyəcək 200 üstəgəlsin 2x 200 üstəgəl 2 çıxılsın 2x. Deməli, daxili bucaqların cəmi xarici bucağı vermir. Buradan 200 çıx 2x-dır. Toplasam eləyəcək bizə nə? 185 çıxılsın x bərabərdir 5x çıx 25-ə. Burada da 6x bərabərdir 210-a, x da bərabərdir 35 dərəcəyə. Cavab eləyir B variantı. Gəldik 25-ci suala. 25-ci sualda iki tərəf verib 4, 7 bərabər yanlı üçbucağın perimetri ən azı neçə olur? Ən az deyəndə, deməli, yan tərəfləri ən kiçik götürməliyik. 4, 4, 7. 4, 4, 8 edir. 8-in üstünə 7 gəlsə 15 verəcək B variantı. Gəldik 26-cı suala. 26-cı sualda AB tərəfinin ən böyük tam qiymətini soruşur bizdən. A-dan C-yə bir xətt çəksək, bura bir A qeyd eləsək, onda ayrıca ADC üçbucağından A-nı tapsaq, 8-dən 4-ü toplasaq 12, 8-dən 4-ü çıxsaq 4 və buradan x-i tapmaq üçün toplayacaq. 12 ilə 7-ni toplayaq. Bura elə bilin ki 12 və 4-dür də. 12 ilə 7-ni toplayacaq 19 və bura olacaq 4. 4 ilə 19 arasında ən böyük qiymət 18-dir. Cavab eləyir C variantı. Gəldik 27-ci suala. 27-ci sualda nə edəcəyik? 27-ci sualda verilənlərə əsasən paralel olduğuna görə biz bilirik ki, bura 6, bura 6, bura 6-dırsa, bura 5-dirsə, bura da 5-dir, bura da 5-dir. Və bizdən bunun cəmini soruşur. 5-in üstünə 5 gələcək, eləyəcək 10 və o cavab C bəndi. Gəldik 28-ci suala. Paralel olarsa verilənlərə əsasən x-in qiymətini tapın. Paralellikdə qayda var idi ki, qarşı-qarşıya nisbətləri bir götürə bilərik. 4-ün 7-yə nisbəti bərabərdir 2x üstəgəl 3-ün
3x üstəgəl 7-yə nisbəti. Tənasüb kimi həll eləsək olacaq 12x üstəgələ 28 bərabərdir 14x üstəgəl 21. Buradan aydındır ki 2x bərabərdir 7-yə, x də bərabərdir 3,5-ə. Cavab eləyir C variantı. Gəldik 29-cu suala. Üçbucağın orta xətlərinin birlikdə əmələ gətirir. Üçbucağın perimetri. Üçbucaq çəksək, bunlar orta xətləri əmələ gələn üçbucaq 25 olacaq perimetri. Böyük üçbucağın perimetrini soruşur. Bizdə qayda var idi ki, ayırdığı parçalar bundan 2 dəfə çox olacaq da. 2 dəfə çox olacaq. Ona görə 25-i vuracam 2-yə, bərabərdir 50-yə. Cavab eləyir C variantı. Gəldik 30-cu suala. M-in orta xəttdə olduğuna görə, orta xəttdə bilirdik ki, oturacağın yarısına bərabərdir. 3x üstəgəl 1 bərabərdir orta xəttin 2 mislinə. 4x çıxılsın 10 bərabərdir 3x üstəgəl 1-ə. X də bərabərdir 11-ə. Cavab eləyir Y variantı. Bizdən x-in qiymətini soruşurdu. Gəldik 31-ci suala. Böyük tərəfindən çəkilən median uzunluğunu soruşur. Üçbucaqdır. 4, 6, 8. Böyük tərəfdə buradır. Böyük tərəfə çəkilən median tərəfi yarı bölünür. Bura 4, bura 4 olur. 4 olur və medianın düsturunu bilirik. Median bərabərdir 2-də 1 kökün altında. 4-ün kvadratı 16 vurulsun 2. Üstə gəlinsin 6-ın kvadratı 36 vurulsun 2. Çıxılsın çəkildiyi tərəfin kvadratı 8-in kvadratı, yəni 64. Bərabərdir, olur 2-də 1 kökün altında cavab eləyəcək 40. Bundan da 4 vur 10 kimi yazsaq 2 çıxacaq. 2-lər ixtisar edəcək, qalacaq kökün altında 10. Cavab eləyir A variantı. Gəldik 32-ci suala. Tərəfi 12/3 olan bərabər tərəfli üçbucağın medianı sorulur. Hər tərəfi bərabərdirsə, deməli çəkilən median onun həm tənböləni, həm də hündürlüyü olur. Bura 12/3, bura 6/3-dürsə, deməli onda burada olacaq. Bunun 30 dərəcə qarşısında duran katet əmələ gəlir. 30 baxın. Bura hipotenuz 12/3-dürsə, katetin biri 6/3-dürsə, deməli 2-yə bölünüb. Yarıda 30-un qarşısındadır. 60-ın qarşısındakı nədir? Köhdü 3 mislinə. 6/3-ü vururam köhdü 3-ə, eləyəcək 18. Cavabım elədir A variantı. Gəldik 33-cü suala. 33-cü sualda median verib köhdə 46, iki tərəf verib 8, 10 və median verib köhdə 46. Median düsturu nə idi? Medianın kvadratı, yəni köhdə 46-ın kvadratı 46 bərabərdir 2-də 1, yəni 4-də 1 kvadratı 128, bir dəfəmlik yazıram, üstə gəlsin onun kvadratı vur ki 200, çıxılsın A-nın kvadratı, yəni o biri tərəfin kvadratı. Burada aydın olur ki 328 çıxılsın A kvadratı bərabərdir 4-ü vuracam 46-ya 164. A kvadratı bərabərdir 144-ə. A da bərabərdir 144 nədir? 12-dir. Cavab eləyir B variantı. Gəldik 34-cü suala. Bizdən burada perimetr soruşur. Üçbucağın perimetrini soruşur. Bir tərəf 10-dur, bir tərəf 8-dir, bir tərəf 12-dir. Cavab edir 30. D bəndi. Bizdən perimetri soruşur. Mən elə bildim tərəfi soruşur, perimetri soruşurmuş. Gəldik 34-cü suala. Düzbucaqlı üçbucağın katetləri 15 və 8 vahid uzunluqda olarsa, düzbucaqlı üçbucaq dediyinə bir dənə düzbucaqlı üçbucaq çəkirik. Bura 15, bura 8-dir. Hipotenuzu tapmaq üçün 15-in kvadratı üstəgəl 8-in kvadratı. 225 üstəgəl 64, 289, bura 17 edir. Bizdən soruşur çəkilmiş medianın. Median uzunluğunu soruşur. Biz bilirik ki, hipotenuzla çəkilən median hipotenuzun yarısına bərabərdir. 17-nin yarısı 8,5. Cavab eləyir D variantı. Gəldik 35-ci suala. 35-ci sualda ABC üçbucağında ABC üçbucağı çəkəcəm. ABC. Və bizə deyir ki, o ağırlıq mərkəzidir. Ağırlıq mərkəzidirsə çəkək. Bura O'dur. Burada AO, ON, OY. Bura olacaq M, bura olacaq N, bura olacaq Y. İndi bizə deyir ki, AO 10K-ya bərabərdir. Bura 10K-dırsa, biz veririk ki, median nə idi? 1-in 2-yə nisbətində. Bura 10x-dırsa, bura 5x-dir. Sonra bizdə verir ON 3x-dırsa, OB 6x-dir.
Sonra OY 4x-dirsə, OC 8x-dir. İndi yerinə qoyaq yazaq. MO 5x-dir, BO 6x-dir, CY 8, 4, 12x-dir, AO 10x-dir, CO 8x-dir. Aşağıda nə olacaq? 10x-dan 8x çıxacam, 2x eləyəcək. Yuxarıda 2-ni 5-ə 10x, 18x, 28, 28-in üstünə 12 gələcək, 40x eləyəcək. 40-ı 2-yə bölsə 20 verəcək. Cavab eləyir C variantı. Gəldik 36-cı suala. 36-cı sualda bizə deyir ki, tərəfləri 4, 6, 8. Baxın. Buradan çəkim, rahat görsənsin. 4, 6, 8. 6, 8 belə deyək. Medianların kvadratları cəmi soruşur. Bizdə bir düstur vardı. Median 1-in kvadratı, üstəgəl median 2-in kvadratı, üstəgəl median 3-ün kvadratı bərabərdir 4-də 3. 4-də 3. Tərəflərinin kvadratı cəmi. 8-in kvadratı 64, 6-ın kvadratı 36, 4-ün kvadratı 16. Buradan aydın məsələdir ki, 4-də 3 vurulsun. 64-dən 36 bizə nə verir? 100. 100-ün üstünə də 16, 116 verir. 116-nı 4-ə bölüb 3-ə vuranda eləyəcək cavab 87. Cavab eləyir A bəndi. Gəldik 37-ci suala. 37-ci sual rahatdır. Eləmək olar, siz eləyərsiniz. Gəldik 38-ci sual. Katetləri 6, 8 olan düzbucaqlı üçbucağın hipotenuzla çəkilmiş median ilə hipotenuzun cəmini soruşur bizdən. Bayaq bunu aid eləmişdik. Baxın, düzbucaqlı üçbucaq çəkirəm. Katetləri 6, 8-də hipotenuz eləyir 10. Hipotenuz 10-dursa, ora çəkilən median da hipotenuzun yarısına 5-ə bərabərdir. Bizə də bunların cəmini soruşur. Onun üstünə 5 gəlib 15 edir. Cavab elədir C variantı. Gəldik 39-cu suala. 39-cu sualda bizə deyir ki, katetləri 10 və 12 olan düzbucaqlı üçbucağın kiçik tərəfinə çəkilmiş median. Katetləri 10, 12 olursa, 10, 12 olursa, deyir kiçik tərəfə, yəni ona çəkilən medianı soruşur. Medianı tərəfi yarı bölünür 5-dir. Düzdür? Bura düzbucaqlı üçbucaq aldı, baxı 5, 12 katetlərdir. Medianı tapanda 5-in kvadratı üstəgəl 12-in kvadratı. Eləyir 13. Cavab elədi C variantı. Gəldik 40-cı suala. Median uzunluğu 4 kökdə 3 olan bərabər tərəfli üçbucağın perimetrini soruşur. Yadınızda qalsın. Bərabər tərəfli üçbucaqda biz nə dedik? Median 4 kökdə 3-dürsə, onda kiçik tərəf 4, hipotenuz, düzbucaqlı üçbucaq alınıb burada. Hipotenuz 8-dir. Deməli, onda tərəflər olur 8. Perimetrdə 8 vur 3, bərabər 24. Cavab eləyir Y variantı. Gəldik 42-ci suala. Yan tərəfləri 13, oturacağı 24 olan uzunluqda bərabər yanlı üçbucaqdır. Baxın, bərabər yanlı üçbucaqdır. Yan tərəflər 13-dür. 13, 13, oturacağı 24. Düzdür? Bizə deyir ki, bərabər yanlı oturacağı çəkilmiş median. Biz bilirik ki, bərabər yanlı üçbucaqda çəkilən median həm tənböləndir, həm mediandır, həm də hündürlükdür. Median sonunda 12, 12 olur. Bu düzbucaqlı üçbucaqdır. Hipotenuzun kvadratından katetin kvadratını çıxaracaq, buranı tapacaq. İlk medianı tapacaq. 169-dan çıxacam 144, o eləyəcək 25, 25-dən də kök çıxır 5. Cavab elədi D. Gəldik 44-cü suala. Verilmiş üçbucaqda AM mediandır. 3 AM 2 BC-yə bərabərdir. Buradan görsənir ki, BC-ni 3x, AM-i 2x götürək. Bura olacaq 2x, bura olacaq 3x. Median olduğuna görə 1.5x, 1.5x götürə bilərik. Düzdür? Bizdən də BC-dən AM-i çıx deyir. Burada necə eləyəcək? Biz bilirik ki, medianın kvadratı 4x kvadratı bərabərdir. 4-də 1, 2 vurulsun 9, üstə gəlsin 2 vurulsun 16, çıxılsın 9, yəni. Bura 3x deyildi, 9x-in kvadratı. Buradan aydın məsələdir ki, 16x kvadratı bərabərdir 18, 32, eləyəcək 50, çıx 9x-in kvadratı. Bu da verəcək bizə x kvadratı bərabərdir 2-yə. X bərabərdir kökdə 2-yə. Bizdən də BC çıxılsın AM-i soruşur. BC neçədir? 3x-dir. AM nə qədərdir? 2x-dir. Çıxanda x verir. Elə x-imiz kökdə 2 deməkdir. Cavab elədi C variantı. Gəldik 45-ci suala. 45-ci sualda bizə bir dənə üçbucaq çəkəcəyik. ABC. Bəs biz çəkdim. Olacaq ABC üçbucağı. Bizə deyir ki,
B təpəsindən çəkilmiş median. B-dən median çəkdik. AC tərəfinə perpendikulyardır. AB 5-dir. Perpendikulyardırsa deməli bərabər yanlı üçbucaqdır. AC biz demişdik axı bərabər yanlı üçbucaqdır. Həm perpendikulyardır, həm mediandır, həm tənböləndir. Bizə deyir ki, AC 6-dır. AC 6-dırsa bura 3 bölünəcək. Biz də bilirdik ki, BD medianını tapmaq üçün düzbucaqlı üçbucaqdır. 5-in kvadratını 3-ün kvadratını çıxacaq. 25-dən 9 çıxır, 16 kök eləyir 4. Deməli cavabım elədi C variantı. Gəldik 47-ci suala. 47-ci sualda tənbölənin uzunluğu 9 kökü 3 olan bərabər tərəfli üçbucağın perimetrini tapın. Biz bilirik ki, bərabər tərəfli üçbucaqda həm tənbölən, həm median, həm də hündürlükdür. 9 kökü 3-dür. Bura 9 kökü 3 isə onda bura 9 olur. 18 isə yan tərəflərdən 18-dir. Bizdən perimetri soruşur. 18-i vuracaq 3-ə eləyəcək 54. Cavab elədi Y variantı. Gəldik 50-ci suala. 50-ci suala gəldik. 50-ci sualda ABC üçbucağında AB AC-yə bərabərdir. AB AC deməli bərabər yanlı üçbucaqdır. AM və B-in tənböləndirlərsə, bərabər yanlıda həm tənböləndir, həm mediandır. Düz deyil. Biz bilirdik ki, buralara bir B desək, burada A qeyd eləsək, bucaqlar alfa, beta qeyd eləsək, biz bilərik ki, B-nin A-ya nisbəti 5-in 4-ə nisbəti deməkdir. Bu qaydanı bilirik. İndi gəlirik bura. Burada necə edəcəyik? Bura 5K-dır, bura 4K-dır. Düzdür? Belə qeyd eləsək, B eləyəcək 5K, A eləyəcək 4K. Düz deyil. Biz də bilirik ki, B-nin kvadratından A-nın kvadratını çıxsaq, yəni 25K-nın kvadratını çıxsaq 16K-nın kvadratını bərabər eləyəcək bizə 81-ə. Medianın kvadratına, yəni 81-ə, 9-un kvadratına. Buradan da K-nı tapsaq, K bərabərdir 3 eləyəcək. K 3-dür. Düzdür? Bu eləyəcək 15, B. A eləyəcək 12. Bizdən də BC-ni soruşur. 12. A 12 isə 12 bizdə neçə eləyir? 24. Cavab elədi D variantı.